Salam dostlar, kanalıma hoş geldiniz. Bugün yeni oyunumuz Delta Force ile karşınızdayım. Dostlar, bu oyun yeni çıktı 21 Aprel'de. Ben de ilk defa sizle bir yerde oynayacağım. Yani oyunun girişinde bizim qabağımıza belə şeyler çıxır. Deməli, savaş var, operasyonlar var. Bunların hamısını yoxlayarıq. Bu bir dənə kıfıldadı, bunu bilmirəm niyə. Birinci savaşla başlayaq. Burada silahlarımızdır. Yəqin ki, burada silahlarımızı modifikasiya edirik. Bizim nəyimiz var? Nəyi modifikasiya nə ilə edirik? Uyumluluq. Burada hansı şeylərlə, silahlarla uyumludur, onu göstərir. Nəysə, bundan sonra işidir. Birinci oyunumuza baxaq. Görək oyunumuz. Burada da eyni qaydada dostlar. Lig sistemindən gedir. I'll take care of everything. Aha. All right. I'll take care of Burada everything. bu seçimlər nədir onu bilə bilməm. I'll take care of everything. Nəysə, başlasın oyun. İlerlədikcə başa düşərik nədir. Bu arada oyunun heç bir həssasiyyətini zaten düzəltməmişəm. Düymələrin yerini düzəltməmişəm. Bu musiqinin səsini kəsmək lazım. Ses. Bu oyunlarda bu mahnı səslərini sevmirəm. Dolby Atmos. Açdıq. Məncə oyunun ümumi səsindən biraz azaldıq. Bu qədər bəs edir. Burada kontrollar var. Elə girmişkən məsələn bunlardan düzəldir. Güzel. Aha, oyunumuz başladı. Oyunun qrafikaları qəşəngdir. Dostlar, oxuduqlarıma görə zonalar verir. Biz bu zonaları komandamızla bir yerdə ələ keçirməliyik. Məsələn, indi A zonasını verib ilk növbədə. Biz indi A zonasını ələ keçirməliyik. Onda savaşa verir. Burada savaş oradadılar. Yəni PUBG-dən çıxıb birbaşa bunu oynamaq biraz çətin olur. Yardım istədik, bizi qaldırmalıdırlar. Bunlar düşman komandaları. Məsələn, şu ölsək, bunlar düşmanlardır. Ölsək necə? Yenidən göndərmə. Hə, yenidən göndər. Tamam. Biz buradan başlayalım. Biz buradan başlayalım. Biraz bu oyuna alışmaq vaxt aparacaq, amma qəşəng oyuna oxşayır. Qaldırın. Arxadan da adam var. Çox adam var ya burada. Burada hədsiz adam var. Hep oluymuş. Yine buradalar. Yani burada bu oyunu öğreşmek vaxt aparırıq. Biraz geldiler. Kaldırırlar mı? Kaldırırlar. Dəqiqə mən bunun arkasından dolanıb qalxa bilirim buradan, qalxa bilirim. Bu 2 saat yuxarıdan durub hamını öldürüyor. Biz nə eləməyə? A zonası. A zonası B1, B2. Bu nə idi? Çox adam var, çox adam var. Tərk edilməz. Yəqin ki, öldürdüyümüz adamlardan güllə yığa bilərik. Hə? Aho.
Yanımızda adam var imiş. Yoktu yanımda hiç şey. Hay Allah'ım kalktı. Aa, yaxınlaşanda belə şey də var imiş. Yaxınlaşanda belə öldürmək də var imiş. Aç bax. Hadi kimsə var mı? Yox. Buradan yəqin ki daha yaxşı görərik. Hə, biz indi bu bayrağın yanında durmalıyıq. Bu bayraq tam qalxacaq. Çok adam var iyi yani. İndi bunlar da öz yerlərini götürmək üçün gəlmək istəyirlər də. Bura bizimdir mi oldu? Hə, bura da bizimdir. Önce B2'ye keçməli. Biraz güllə. Oy. Of, çok adam var. Bir de baştan başlamak istemiyorum. Aha, geldi adamımız. Heç kim gəlməyəcək. Gəlir biri. Buradakını öldürdülər mi? Bence öldürüblər. Orada çok adam gedir. Buradan qaçırmaq lazım. Ayda buradakı ölməyib ki. Uduzuruq. B1'i yenə ələ keçirlər bunlar özləri. Bizim burada belə qəşəng B1'e girin. Dayanmadan. Canımız ölüsün artık. Patlayıcılar geldi. Qəşəng. B1'i təzdən alaq, qalana sar. Biz B1'i təkəm mən burada. Yox, var hələ bizdən. Biz güllələrimizi təzələdik. O tərəfdən çox adam var. Yəni B1'i alım. Bu nədir? B1 hələ ki bizdədir. Bizim bu nə? B1 bizdə. İndi bunlar B1'e hücum edirlər. Ona görə də B1'in qabağını almaq lazım. Kim vursa halal. Hə, üstündə o plus işarəsi olanlar bizi qaldıra bilər. Hərənin bir missiyası var da, belə başa düşürəm ki. Bu çox pis bir vuran var. Qoymamalıyıq hələlik B1'e girsinlər, hələ B2'ye. Burada var biri. Bunlar məni 2 saatda burada sıxışdırmışdılar. Tamam. Getdik B2'ye, Getdik B2'ye. Bunu kaldırabiliriz ya. Kaldırırıq. B2 buradadır. Əla.
B2 burada. Ya yaratılır. B2'ni tutmalıyıq bu sefer. Her bir tarafa tutsa əladır. Tərəfdən gələn var mı? Yaxşı işi çıxdım. Arxalayırlar. B2 də gəldi. İndi hara? Bu ne kırmızı lan? İndi hara nələ keçirməliyik biz? Saldırıya hazır ol deyir. C1, C2. C1 haradadır, C2 harada. C2 orada. Oyun qəşəngdir ama. Oyun qəşəngdir. Oynamaq olar. Grafikaları, oynanış qaydası. Düzdür, biraz adamın əli öyrənməlidir. Nə yalan, adamın əli öyrənməlidir. Biz birbaşa C2'yi götürə bilərik. Biz birbaşa C2'ye girək. C1 onsuz götürək. Charlie 2. Biz C2'deyik. Buranı götürsək uduruq. Oo, mənim gülləm. Güllə verin. Güllə verin. Götürdük peşə. Burada kim adam var? Əla. Əla, əla. Ay. Kaldırın. Eyvallah. Simsimdə bilmirəm adam var mı? Getdi bu da. Arkadan gələnimiz var mı? Arkadan var imiş. C2 götürüb. C1 qaldı. C1'i alabilirler. Sen ne diyorsun? Bence C1'in adamında yok ama. Esas yer C1 imiş. Gözlüğün gələndir. Gözlüğüm yani sadece. Orada tank mı var? Ve burada tank var. Burada başka adam kaldı mı? Girib arxalanmayıq. Bura məndə rahat olun. Sən haradasan? İçəridəki adamı heç kim görmür. Burada hızlandırmamız var. Hızlandırmamız da var. Tank. Bu tank orada olmağı pisdir. Tankın orada olmağı çok pis. O yanına gitmek lazım.
Vura bildik bunu. Charlie 1 is under attack. Buradan çıxmamız. Neyse. All objectives secure. Yaxşı. Outstanding job, operator. Dostlar, videomuzu burada sonlandıraq. Oyun gördüğünüz kimi qəşəng oyundur, qrafikaları qəşəngdir. Oynanışı da qəşəngdir oyunun. Biraz insanın əli öyrənməlidir. Başqa da bir problem yoxdur. Hər şey qaydasındadır, oyun da şey oyundur. Sağ olun, başqa videolarda görüşənədək.